Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirilib. Ajans az məlumat verir ki, Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən mülki ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 22.1.1993-cü il tarixli konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Məmmədov Ramil Məhərrəmoğlunun ekstradisiyası haqqında qərar qəbul edilib. Belə ki, Bakı şəhəri Xəzər rayon prokurorluğunda ibtidai istintaf edilən cinayət işi üzrə Ramil Məmmədovun cinayət məcəlləsinin 121-ci qəsdən adam öldürmə maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb etmə barəsində qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan olunub. Ramil Məmmədov Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bugün Azərbaycana gətirilib. Martın 16-da Azərbaycan Respublikası Baş Prokurorluğunun qanunvericiliyə uyğun olaraq bəzi şəxsləri Qabil Məmmədov, Məhəmməd Mirzəlini, Elşad Məmmədov Qurbanı İstintaq İdarəsinə çağırılması diqqət çəkib. Ölkə xaricində fəaliyyət göstərən və ictimaiyyətlə söyüş müxalifəti kimi tanınan bu şəxslər müxtəlif maddələr üzrə təqsirli bilinirlər.